Bu gün Azərbaycan futbolu üçün çox vacib gündür. Avropa kuboklarında mübarizə aparan 4 təmsilçimiz meydana çıxacaq. UEFA Avropa Liqasında Qarabağ, Bolqarıstanda CSKA-nın qonağı olacaq. Bakıda keçirilən ilk qarşılaşma qolsuz heç-heçə ilə başa çatdığı üçün komandamız növbəti mərhələyə vəsiqə qazanmaq məqsədilə səfərdə uğurlu nəticə əldə etməyə çalışacaq. UEFA Konferans Liqasında isə Zirə doğma meydanda Estoniyanın Payze komandasını qəbul edəcək. İlk oyunda minimal hesabla məğlub olan Rəşad Sadıqovun komandası öz azarkeşləri önündə geri dönüş edərək növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacaq. Neftçi isə Bolqarıstanda Belarusun Dinamo Minsk komandası ilə üz-üzə gələcək. Bakıdakı ilk oyunda məğlub olan paytaxt təmsilçisi mərhələni adlamaq üçün çətin, lakin həlledici sınağa çıxacaq. Digər tərəfdən, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Sabahın rəqibi də müəyyənləşir. Bayquşlar növbəti mərhələdə Danimarkanın Aarhus komandası ilə qarşılaşacaq. İlk oyun Danimarkada, cavab qarşılaşması isə Bakıda keçiriləcək. Azərbaycan təmsilçilərinə uğurlar arzulayırıq. Daha çox belə xəbərlər üçün kanala abunə olmağı unutmayın.